sənət çox qədimi sənətdir. Bu sənət Adəmdən qalan bir sənətdir Xadəmə. Mənim babam da bu sənətdə işləyib, atam da işləyib. Atam harasa bir 75 ilini bu sənətdə işləyib. İndi mən də onun davamçısıyam. Şükür Allah, indi şagirdim də var. Şagirdlərim də yavaş-yavaş işləyirlər. Arzum budur ki, bu sənət itməsin. Yenə davam eləsinlər, bu itməsin bu sənət. Bu saxsı qablar, bunlar da qədimi qablardır. Bunlarda yeməyi çox dadlı olur. Həm də keyfiyyətli olur. İndi şükür Allaha, hamı yavaş-yavaş bu qablardan istifadə edirlər. Bu sənət maraqlı sənətdir. Öyrənirlər, gedirlər, başqa işin görürlər, nə ilə geçsinlər. Ancaq bu sənət onların yadında qalır. Haradasa, haçansa gəlirlər, yenə bu sənəti davam edirlər, yenə işləyirlər bunda. Öz əsəblərinin çoxu bundan sakitləşdirir. Gəlirlər, məsələn, düzəldirlər, öz əsəblərini sakitləşdirirlər, özləri də dizayner verirlər, özləri də icat edirlər nəsə. Elə bir qab düzəldirlər ki, adam qabaq ki, insanlar onu heç eləməyiblər. Bəlkə də onlar onu düşünməyiblər. İndiki bu cavan uşaqlar onu bacarırlar. Yaxşıdır, şükür Allah.